Gəl xanım, Ukrayna tərəfinin həyata keçirdiyi hörümçək toru şəbəkə əməliyyatı adlandırılan Rusiyanın dərinliklərində olan 5 aerodroma və bu aerodromlarda yerləşən bombardımançı təyyarələrin məhv edilməsi ilə həyata keçirilən əməliyyatın ardınca iki gün hardasa Rusiyanın rəsmilərinin bir səssizlik hökm sürürdü. İlk dəfə bu səssizliyi Rusiyanın keçmiş prezident və baş naziri olmuş və hazırda Dövlət Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev pozdu. Və bildirdi ki, narahat olmaq normal bir hissdir, narahat olmaq lazımdır və baş verənlərə görə qisas alınacaqdır. Mənə elə gəldi ki, Donald Trump da, onun administrasiyası da və bütövlükdə Ukraynanın müttəfiqləri də elə bu açıqlama ilə də kifayətlənə bilərdilər ki, Rusiya tərəfi qisas alacağını rəsmən bəyan etdilər. Və belə bir bəyanat olmadan da qisasın alınacağı gözlənilən idi. Çünki bugün Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları nə əvvəlindədir, nə sonundadır. Və mən deyərdim, bəlkə də müharibə bataqlığı getdikcə daha da dərinləşir, daha da çox günahsız insanların həyatı bahasına başa gəlir. Hər iki ölkənin iqtisadiyyatının dağıdılması ilə nəticələnir. Amma məsələ bundan ibarətdir ki, bu gün Rusiya prezidenti ilə Amerika Birləşmiş Ştatları prezidenti telefon danışığı mən deyərdim ki, vaxtında Trump'ın birinci hakimiyyəti dövründə İranın ali dini liderinin Trump'a olan telefon zənginin fərqlidir. Yəni bilirsiniz ki, Trump o vaxt açıqlamışdı ki, mənə zəng edildi, bildirildi ki, biz İsrailə belə deyək də ciddi hədəflərə deyil, söhbət Qasım Süleymaninin öldürülməsindən sonraki dövrdən gedir. Yəni əks bir hücum olacaq ki, biz burada müəyyən qədər qürurumuzu qorumuş olaq, dövlət maraqlarımızı formal da olsa ifadə edək. Bugün olan telefon danışığı isə Rusiya prezidenti ilə Trump arasında mən deyərdim ki, əvvəlcədən də bilinirdi ki, bu danışıqlarda da ciddi nəticələr əldə olunmayacaq. Xüsusilə də Ukrayna-Rusiya arasındakı konfliktin həlli istiqamətində. Çünki ikinci dəfə hakimiyyətə gəlişindən xeyli müddət sonra baş tutan birinci telefon danışığı sonuncu telefon danışığından daha uzun çəkmişdi və orada da hər hansı bir ciddi razılaşma baş verməmişdi. Və bu günlərin bu telefon danışığında Putinin Trump'ı əmin etməsi ki, bizim cavab tədbirlərimiz olacaqdır, bu gözlənilən bir açıqlama idi. Bunun əksini gözləmək özü təəccüblü olardı, özü hansısa bir pərdə arxası ciddi proseslərin getdiyi haqqında bir qənaət mi deyim, bir ehtimallar mı deyim formalaşdırardı.